Qobustanda bir ilçe imza atılır. Kənd təsərrüfatı sayəsində yeni inovativ texnoloji avadanlıqlardan istifadə olunur. Dronlar vasitəsilə taxıl sahələri məhz belə deyək, maye gübrələrlə və alaq otlarına qarşı mübarizə aparılır. Qeyd edək ki, hazırda biz Ərəbşahverdi kəndi ərazisindəyik. Fermer öz sahəsində bu işi tətbiq etməklə həm maliyyə tərəfindən, həm də zaman baxımından böyük əlverişli imkan qazanır. Qobustan rayonunda kənd təsərrüfatı sahəsində ilk dəfə olaraq müasir innovativ texnologiyaların tətbiqinə başlanılıb. Yeni yanaşmaya əsasən taxıl sahələrində alaq otlarına qarşı mübarizə və maye gübrələrin verilməsi artıq dronlar vasitəsilə həyata keçirilir. İlk dəfə olaraq rayonun Ərəbşahverdi kənd sakini fermer Əlizadə Səlimovun təsərrüfatında dronla dərmanlanma işləri həyata keçirilib. Fermerlərin sözlərinə görə əvvəllər bu işlər traktorların köməyi ilə bir neçə gün ərzində görülürdüsə, indi eyni proses cəmi 10 dəqiqə ərzində tamamlanır. Bu isə həm vaxta, həm də resurslara ciddi qənaət etməyə imkan yaradır. Bundan əlavə xərclərdə də nəzərə çarpacaq azalma müşahidə olunur. Belə ki, əvvəllər fermerlər bu xidmət üçün hər hektara 30-40 manat vəsait sərf edirdilərsə, yeni texnologiyanın tətbiqi ilə bu məbləğ 20-25 manat arasında dəyişir. Əvvəlki zaman biz traktorla işləyirdik. O da bizə sahələrimizə ziyan vururdu. Hal-hazırda bu dron tətbiq olunandan sonra həm əlverişlidir, həm də zaman baxımından çox az vaxt aparır. Suya da qənaətdir. Ona görə də biz bu günləri dronu gətirmişik, əkin sahələrimizin ziyanvericilərə qarşı, alağa qarşı dərman vururuq. Hər bir hektara 200 litr su gedirdi. İndi isə hal-hazırda 20 litr gedir. O traktorun gətirməsi üçün də vəsait lazım olurdu bizə. O da bizə 30-40 manata başa gəlirdi. Əvvəllər çox çətinlik çəkirdik biz. Sahələrimizə girərkən yağışdan sonra palçıqlar olurdu, texnika işləyəndə sahələrimizə ziyan dəyirdi, məhsuldarlığın aşağı düşməsinə olurdu. Amma bugünkü gün belədir ki, bu dron vasitəsilə çox gözəl, itkisiz, maliyyə cəhətdən də çox aşağı, belə demək olar ki, hardasa zaman baxımından da çox az vaxt gedir. Hardasa su, belə deyək, sahəyə gətirdiksə, hər hektara 200 litr sudan istifadə edirdik. Amma bu dron vasitəsilə 20, 30, 40 litrə qədər hər sahədə su işlədik. İşlərimiz də daha effektiv və tez gedir. Mütəxəssislər bildirirlər ki, dron texnologiyası sahələrin daha dəqiq şəkildə dərmanlanmasına şərait yaradır, eyni zamanda torpağın sıxılmasının qarşısını alır və məhsuldarlığı artırır. Bu üsul ekoloji baxımdan da daha səmərəli hesab olunur. Qobustanda tətbiq edilən bu yenilik kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir. Bu ümumiyyətlə mülkiyyətçilərin hər birinə iqtisadi cəhətdən köməkliklər göstərir. Əgərləri biz 1 hektar əkin sahəsində 200 litr sudan istifadə edirdiksə, alaq otlarına qarşı mübarizədə, bu iş indi bizdə artıq 1 hektara 20 litr su vasitəsilə, püskürmə sistemi vasitəsilə həyata keçirilir. Və bu da hər bir mülkiyyətçinin iqtisadi köməklik göstərir. Əvvəllər təsərrüfatlarda əkin sahələrinə traktorlar daxil olan zaman əkin sahələrdə müəyyən ziyan göstərirdi və əkin sahələrini tapdalayırdı, taxıl sahələrini tapdalayırdı. Amma artıq bu işə də son verildi və Qobustan rayonunda ilk dəfə olaraq dron sistemi tətbiq olunmağa başladı. Gözlənilir ki, yaxın gələcəkdə bu texnologiyanın rayonun digər kəndlərdəki sahələrdə də tətbiqi genişlənəcək.